قرآني نبض حياتي، قرآني طهر ذاتي، قرآني عصمة أمري، قرآني طوق نجاتي. قرآني نبض حياتي، قرآني طهر ذاتي، قرآني عصمة أمري، قرآني طوق نجاتي. آيات الله حمتني، غمرتني بالبركات، تحفظني من همزات الشيطان ومن زلات. آيات الله حمتني، غمرتني بالبركات، تحفظني من همزات. Salam əziz tamaşaçılar, xoş gördük sizləri yenidən Tibyan verilişində. Yenidən dini maariflə, dini biliklərlə xidmətinizdəyik və keçən verilişimizdəki mövzunu davam etdirmək istəyirik. İslam dininin təlimatları, ümumiyyətlə mənəviyyat, mənəvi dəyərlər niyə bizim həyatımızın mərkəzində deyil? Problemlər, maneələr, çıxış yolları, həll yolları. Qonaqlarımız yenidən elə həmin qonaqlardır, çünki mövzu davam edir hələ də. Qonaqlarımız Arif müəllim Hənifəyev, İslam, fiqh və hüquq elmlərinin fəlsəfə doktoru və Vaqif müəllim Quliyev, qərb fəlsəfəsi üzrə mütəxəssis elmlər doktoru, eyni zamanda İslam tədqiqatları ilə məşğul olan bir alimimizdir. Xoş gördük sizləri bu dini, bu mənəvi fəlsəfi verilişdə. Mövzumuz həmin mövzudur. Sadəcə mövzunu daha geniş şəkildə, geniş tamaşaçı kütləsinə çatdırmaq üçün müəyyən suallar verməliyəm. Arif müəllim, bu Həd surəsinin 11-ci ayəsindən danışdıq və dedik ki, siz təhlil etdiniz ki, müfəssirlər 4 qrupa bölürlər insanları. Buyururlar ki, azğınlar və azdıranlar və nəhayət gəldik İslamı sözdə qəbul edənlər, Allaha sözdə ibadət edənlər. Və minən-nas mən ya'budullah ala hərf. Ki dediniz, hərfin bir sürü mənası budur ki, İslamı haşiyədə yaşadanlar, həyatın mərkəzinə buraxmayanlar, yəni həm də İslam olsun, həm də mənəviyyat olsun, dünyanın bütün ləzzətləri olsun, həm də İslam olsun. Ona görə də İslamla maraqlar toqquşanda İslamı atırlar. Bir də sözdə İslam qəbul edənlər, yəni Hucurat surəsində deyilən kimi, ləmmə yədxulil imanı fi qulubikum, hələ qəlblərinizə iman daxil olmayıb, sözdə müsəlmansınız. Mən bu kontekstdə İmam Hüseyn İslamın hərəkatına bir istərdim yönələk. Çünki bu sahədə Vaqif müəllim gözəl izah etdi ki, Renesans dövründə bu islahat adı ilə xristian dünyasında başladı bu proseslər. Əks nəticə verdi, daha pis nəticə verdi. Sizin baxışınızda istərdim biləm, İslam aləmində də ən məşhur İmam Hüseyn əleyhissalam bu islahata başlayıb. Sual budur. Bu tamaşaçı sualıdır. Bu yəni İmam Hüseyn haqqında məlumat almaq istəyənlərin həm də sualıdır. Nəyi islah etməyə gedirdi İmam Hüseyn? Yəni nə yox idi müsəlman dünyasında? Namaz mı yox idi? Oruc mu yox idi? Vaqif müəllim dedi ki, namaz, oruc ən bariz nümunələr dindarlığın. Dindarlığın hansı nöqtəsi, hansı hissəsi yox idi ki, İmam Hüseyn ağa gedirdi onu islah etsin? İmam Hüseyn ağa niyə getdi Kufəyə? Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Və sallallahu ala Muhammedin və alihi tayyibinə tahirin. Buyurduğunuz kimi, yəni o İmam Hüseyn əleyhissalamın zamanında dindarlıq yox idi mu həqiqətən? Yəni cəmaat namaz qılmırdı, oruç tutmurdu, o dini əməlləri yerinə yetirmirdi, bu cür idi. Ya həqiqət başqa cür idi. İlk nəzərdə, ilk baxışda biz deyirik ki, namaz qılırdılar, oruç tuturdular, o dini ayinləri yerinə yetirirdilər. Amma o ayənin ki, biz oxuduq, o dünya ilə dinin toqquşmadığı o hallarda bir tərəfdə ibadət edirdilər, çoxları bir tərəfdə ibadət edirdilər, rifah halında dünya ilə dinin o zidd olan maraqlarının üzləşdiyi olan hallarda o dünyanı
üstün tuturdular. Necə ki o İmam Hüseyn əleyhissalamın qabağına gələn ki ordunun o üzvləri elə dünyanı tutdular. Qorxu nəticəsində. Amma namaz qılan müsəlman idilər. Amma İmam Hüseyn peyğəmbərin övladının qabağında durdular. Belə bir faciəni yaratdılar. İmam Hüseyn əleyhissalamdan bu nəql olunmuş o məşhur hədis ki, adətən bu tikəni deyirlər. İnnən nasə əbidud dünya və dinu ləqun əla əsinətihim yəhutunahu ma dərrət bihi məayişuhum fəizə muhisu bil bəla qəllət dəyyanun. Bu cümləni bir neçə tərcüməsini deyərdi, sonra izah verərdi onun. Buyurur cəmaat, insanlar, təbii ki, bəzisi ya əksəriyyəti Quran ayəsi də və ma yu'minu əksərhum billahi illa və hum müşrikun. Yusuf surəsində buyurur, cəmaatın çoxu ki, iman gətirirlər, şirk halındadılar. O xəfi, gizli şirk. İnsanı dindən çıxartmayan şirk. Elədir. Buyurur, bu İmam Hüseyn əleyhissalam kəlamının tərcüməsi budur ki, insanların bəzisi ya çoxu dünyanın qullarıdır. Din də bunların dillərində olan bir şeydir, həqiqəti olmayan bir məfhumdur. Və buyurur, dini hifz eləyirlər, madam ki, bunların yaşayışları yaxşı ola. Dinlə elə bir ziddiyyəti olmayan hallarda bunlar dinlərin hifz eləyirlər, amma bəla görəndə buyurur, dindarlar azdılar. Bu, necə ki, ayələrin səbəb olman səbəbləri var, nazil olma səbəbləri var. Hədislərdə də bu cür başa düşmək üçün. Siz buyurduğunuz sual ki, yəni İmam Hüseyn əleyhissalamın zamanında həqiqətən dindarlıq var idi, yox idi. İndi fərdi dindarlıq hələ fərz eləsək ki, indi namaz qılırlar, amma ictimai bir həyatda dindarlıq ola, din hökm sürə, dini o qanunlar ictimai bir həyatda keçərli ola, belə bir şey yox idi. Bu cümlə ki, bir neçə cümlə şəklində İmam Hüseyn əleyhissalamdan nəql olunubdur. Kərbəliyə gələndə mənzillərin birində. Tuhaful Uqulda bu cür yazır. İmam Hüseyn əleyhissalam o mənzillərin birində Kərbəliyə gələndə buyurdu: İnnə hazihi dünya qad təğəyyərət və tənəkkərət. Bu dünya dəyişibdir. Dünya qabaqçı Peyğəmbərin dünyası deyil və tənəkkərət bilinmir. Peyğəmbərin zamanında dünya qeyri-müəyyən dünyadır. Bəli. Yəni bir cür biz işlədirik. Zamanı dəyişibdir. Adam bilmir. Bilmir necədir. Bu ibarə onu istəyir buyurar ki, dünya dəyişibdir, amma pis məniyə, pis şeylərə dəyişibdir. Və tənəkkərət bilinmir. Yəni bilinmir, bilirik. Amma o yaxşı hal deyil. Dediyim kimi o zamanı məqbul deyil. Məqbul deyil. Buyurur və ədbərə mərufuha. Yaxşı işləri dünyanın yaxşı işləri üz çevirib gedir, aradan gedibdir. Fələm yəbqa minha illa suvabətun kə sabətil ina. Buyurur, dünyadan qalmayıb məgər o qabın dibində qalan o su. Qabın dibində, yəni nəmişlikcə qalır, hala su damcıları deyil. Məqsədi dindir də, dindən yəni bu qalıb, hə? Dünyanın yaxşılıqlarından. Yaxşılıqlardan bu qalıb. Yaxşılıqlarından bir dənə, yəni belə, çox az bir hissəsi. Ya belə deyək ki, heç həqiqəti olmayan, bu su deyil, nəmişlikdir. Su deyil, yəni o damcı da deyil. Nəmişlikdir, qalıb o qabın dibində. Və buyurur, xəsisu əyşin kəmər al və bil. Buyurur, o alçaq bir yaşayışdır ki, dünyadan qalan. Necə otlaq ki, quruyubdur, otlaqda quruyubdur, o ot deyil ki, həqiqəti yoxdur. Təravət yox. Aradan gedibdir, yəni aradan həlak olubdur. Buyurur, o dünyanın o yaxşı işləri də aradan gedibdir, quruyubdur. Ondan qabaqçı cümlə buyurur ki, əla tərəvnə, görmürsünüz, bunu izah edir ki, görmürsünüz, ənəl həqqə la yu'məlu bih. Həqqə əməl olunmur. Ən çox, yəni ictimai o məsələlərə işarədir ki, həqqə əmr olunmur yaxşı işlərə, pis işlərdən çəkindirilmir. Və ənəl batilə la yuntəhə ən, görmürsünüz, batildən çəkinmirlər, çəkinilmir. Sonra buyurur, liyərğəb əl-mu'minu fi liqaillahi muhiqqa. Mömin gərək belə bir zamanədə Allahın
liqasına Görüşünə ümidi gedən. ola, görüşünə ümidi Yəni ola. ölüm bu həyatdan yaxşıdır. Ölüm həyatdan özü də buyurur ki, o bir cümlədə buyurur, İnni la ərəl məvtə məşhur. fə inni la ərəl mauta illəl həyat. Burada həyat, başqa bir yerində səad. Mən ölümü belə bir dünyada həyat, həqiqi həyat yaşayış görmürəm. Görürəm. Ölümü xoşbəxtlik hiss edirəm. Mən ölüb gedəcəyəm o əbədi həyata, həqiqi həyata. İnnət darəl axirətə hiyəl həyəvan. Axirət yaşayışı, axirət evi o daha həqiqi həyat odur. Buyurur və ləl həyatə məəz zaliminə illə bərəma. Ki, zalimlər ilə yaşayışı da mən həlakət bilirəm. Həlak olmaq bilirəm. O cümlə buyurur. İnnən nasə əbidid dünya. İnsanlar dünyanın qullarıdır. Qul, bu biz əvvəllər qabaqçı zamanlarda qul olurdu. Mənası nə idi? Yəni ağası nə deyirdi? Kölə. Ağası nə deyirdi? Ona yerinə yetirdi. Nə əmr edirdi? Onu yerinə yetirdi. Dünya quludur. Yəni dünya nə əmr eləsə ona yerinə. Yəni din maneə deyil ona. Maneə deyil. Yəni din deyən bu barədə. Din bir məsələ barəsində deyir. Bu haram işi gör, da bu baxmır. Əsas dünyanın əmridir. Dünyanın əmridir. Buyurur və dinu ləqun əla əsinətihim. Ya bəzi nəqllərdə ləqbun. Din də bunların dilində həqiqəti olmayan bir şeydir. Ləq o yalamağa deyirlər. Məsələn, onun bir ya kiçik mənasıdır ki, yəni heç bir kiçik bir, bunların dini bir xırda bir din, dindarlığı. Dadırlar sadəcə, yəni yemirlər. Ya bir oyuncaq ləb olsa, oyuncaq mənası, yəni həqiqəti olan oyuncaq, həqiqəti olmayan bir şeydir. Oyuncaq maşında aldadıcı bir zövq. Elədir. Sonra buyurur, yəhvutunahu, bunlar hifz edirlər dini, ma dərrət məayişuhum, madam ki, bunların yaşayışları yaxşı ola, ya rifah halında olsalar, dini ilə təzaddə olmasın. Yəni, hakim dünyapərəstlikdir. Elədir. Bunlara hakim olan ruh dünyapərəstlik ruhudur. O zaman belə çıxır ki, biz o dövrün tarixini yaxşı-yaxşı təhlil eləməliyik ki, görəsən, nə hadisələr baş verirdi ki, İmam Hüseyin ağa bu qədər incinirdi, bu qədər şikayət edirdi, ölümə həyatdan üstün tuturdu. Bu geniş o dövrün sosiologiyası təhlil olunmalıdır. Yoxsa tam konkret anlaşılmayacaq belə çıxır. Yəni, İmam Hüseyin ağanın bu odlu alovlu çıxışlarının fonunda biz baxmalıyıq ki, nələr baş verirdi o dövrdə ki, yəni sosial aləmdə. Mən bu barədə istərdim Vaqif müəllimə bir sual verim. Həm o dövr üçün, indi də aktualda bilirik də, yəni həyatda görürük. İmam Hüseyin ağanın o son anlarındakı o məşhur sözü ki var, heç olmasa dünyanızda hətta alizənab olun, mərd olun. Bu söz hürriyyətiniz olsun. Bu bütün dövrlərə və bütün zamanlara və bütün məkanlara aid olan bir şeydir də. Nə problem var idi ki, cəmiyyət, ümumiyyətlə sual verək. Aşura bizim üçün elə bir etalon olub da, bir nümunə olub. Hər dövrdə, hər sahədə bu var. 30.000 nəfər, niyə 72 nəfəri öldürməlidir ki, sən niyə bizə deyirsən dünyadan əl çək? Bu nə sindromdur, nə problemdir bu sosiologiyada? Mən yenə də salamlayıram hər kəsi, gözəl alimlərimizi və Arif müəllimi, həmçinin sizi. Çünki mövzumuz yenə keçən söhbətlərin ardıdır və davamıdır deyənə, mən bir kiçik, bir neçə saniyə xatırlatma edim və sizin sualınızı cavablandırım. Mən dedim ki, ümumiyyətlə biz din haqqında söhbət ediriksə, əvvəlcə gərək dini bilək nədən ibarətdir. Din ancaq ayinlərdən ibarət deyil, ayinlərdən də ibarətdir. Din ümumiyyətlə məcmuda fikir, əxlaq və ayinlərdir və bu ayinlər bizi çatdırmalıdır. Mən dedim ki, psixoloji və sosioloji sahədə mən məsələni cavablandıracağam. Psixoloji sahədə mən bir
nümunəyə, bir məsələyə işarə elədim. O da ayinlərin, üzr istəyirəm. Ayinlərin bizi əxlaqa çatdırması, sövq etdirməsidir. Bu zəmində mən söhbət eləyirdim ki, ancaq və ancaq bizi ayinlər əxlaqa sövq edirsə, onda bunun adını biz dindarlıq qoya bilərik. Amma sövq etdirmirsə, bu sadəcə formal bir görüşdür və heç vaxt nəticə verməz və məqsədə uyğun da deyil. Bəzi nümunələrə də, tarixi nümunələrə də işarə elədim. Bugün də siz gözəl şəkildə işarə elədiniz və Arif müəllim də çox gözəl, yəni bu məsələyə, o hədis o qədər möhtəşəm hədisdir. O qədər möhtəşəm hədisdir ki, mən ona görə bəzi yerlərdə dönə-dönə təkrar ən-nas abidud dunya və dinul laiqun fi əlsinətim. Yəni bütün tarixə yaşam tərzini göstərir. Yəni maraqlı məsələ nədir? Maraqlı məsələ budur ki, İmam Hüseyn əleyhissalam bizi dünyadan çəkindirmir ha. Amma dünyanla rəftar tərzini bizə göstərir. Maraqlı budur. Nəinki dünyanı almayın. Yox, bu ümumiyyətlə dinin də kənarda qalan bir adam kimi. Bəli, yəni bəli. Yəni dünyadan təcrid etmir bizi. Ki siz dünyanı almayın. Dünya bizim tərkib hissəmizdir. Necə dünya? Nəinki dünyanı alma. Yox. Biz dünyaya gəlmişik. Bəli, dünyanla rəftar tərzini bizə öyrədir. Yəni problemlə bizə göstərir ki, sadədə dərə-təpəni bizə göstərir. Harda dərə-təpələrdə ehtiyatlı olun. Ona görə əgər su safdırsa, təlatümlü deyilsə, burada nə var ki, nə problem var ki? Məsələ odur, təlatümdəsən, özünü apara biləsən. Təlatümdəsən, bir mövqe sərgiləyə biləsən. Baxın, bu çox önəmli məsələdir. Və təlatüm nələrdir? Baxın, mən buna işarə eləmək istəyirəm bu günləri ki, nə qədər vaxtımız olsa həyatımızda qarşımıza çıxacaq o burulğanlar. Bəli, burulğanlar. Yəni bizim sadədən başlayaq, indi yavaş-yavaş təbii ki, bəzi mürəkkəb tərəflərində işarə eləyərik. Baxın, bizim adi dindarlığımızda bir çoxları bəzən hesab edilir dindarlıq, yəni hər hansı bir problem yaşayanda dinə üz gətirirlər. Yəni, məsələn, çox uzatmıram da, hamının biləcəyi, yəni borcu başından aşır, namaz qılır ki, borclarını qaytarsın. Məsələn, hər hansı bir problemi var, banka ödənişini vaxtında eləyə bilmir, oruç tutur ki, birdən. Müəyyən bir çətinliyi var, yəni kilo artırıb, oruç tutur ki, biraz kilosunu azaltsın. Mən misal çəkirəm ha bunları. Yəni elə misallar çəkirəm ki, qoy elə özümüzdə bəzən gördüyümüz və yaxud hiss elədiyimiz məsələlərdir də. Baxın, bu nədir? Bu həmən tam o ayənin tətbiqidir ya. Ki, insanlar əla hərfin nəyəsə görə, din nəyəsə görə ibadəti qarşılamır ümumiyyətlə. Bu məşhur hədisdir, hamı bilir. Əli əleyhissalamın məşhur hədisi də mən Allaha ibadət etmirəm. O bölür də insanları müxtəlif təbəqələrə. İbadət etmirəm cəhənnəmin qorxusundan, ibadət etmirəm cənnətə sevgidən, ibadət edirəm o buna layiqdir. Baxın, bu çox möhtəşəm. Çox. Bəzən biz deyirik ki, biz o cür ola bilməz. Niyə? Bizə həyat proqraması verir. O tərbiyəni alsa o cür olar. Bəli, yəni Allaha görə, yəni nəyəsə görə nail olmaq, nəyəsə mən nail olanda problem nədir? Problem baxın bundan ibarətdir. Əgər biz əla hərfin, çünki ayə oxundu, əla hərfin Allaha ibadət olunduqda, o əla hərfin baş vermədikdə dindən insanlar. Bu əla hərfin tərcüməsi deyil. Bəli, əla hərfin nəyəsə görə, mən bu cür tərcümə edirəm, nəyəsə görə. Əgər mən nəyəsə görə dinə üst tuturamsa, o nəyəsə görə baş vermədikdə dindən insan soyur. Yəni mən məsələn misal çəkirəm amma deyirəm ki, mənim ümumiyyətlə uşağımda məsələn Allah eləməsin, məsələn problem var. Nə bilim filan kesim əskərdir, filan kesim uzaqdır. Mənim özümdə mali və maddi problemim var. Biraz oturdum, namaz qıldım. Yaxşı, həll olsa nə yaxşı. Amma birdən həll olmadı. Bəyəm din problemlərin həlli üçündür? Yox, din həyat tərzidir. Problemlərin həlli ola da bilər. Olmaya da bilər. Nəyə görə bu nöqteyi nəzərdən dinə yanaşaq? Ona görə mən bir nüansa işarə edeyim, sonra yenə də davam edeyim. Baxın, ümumiyyətlə mən Auguste Comte'un
təbiətin dərki mərhələlərinə işarə eləmək istəyirəm bir neçə dəqiqə. Auguste Comte'un məşhur fransız sosioloqudur da 18-19-cu əsrdə ümumiyyətlə sosiologiya Auguste Comte'un adı ilə bağlıdır. Sosiologiya elmi. Və pozitivistdir. Pozitivist indi hansı mənaya işarə edəcəm? Baxın, Auguste Comte'un bir təbiətin dərki prosesi və anlayışı var. Biz təbiəti 3 mərhələdə dərk edirik. Teoloji, metafizikal və pozitiv. Yəni insanlar ilkin düşüncədə, yəni insan şüuru ilkin vaxtlarda tam kamilləşməmiş bir dövrdə tamamilə teoloji baxırdı məsələlərə. Yəni hər şeyi Allahla həll eləyirdi. Çünki məsələnin mahiyyətini bilmədikdə onların teologiyadan məqsədi mövhumatdır da. Yəni onların dediyi indi biz keçid al bəli. Amma mən indi o bir mövzudur ki, o haqqda keçid almıram, düz buyurursunuz. Yəni hər halda teologiya, yəni onun dediyi kimi, yəni bütün məsələləri Allahla həll edir. Hansı həyəcandan, qorxudan yaranan Məsələn, sonra ikinci mərhələ metafizikaldır. Metafizik yəni mən sonra insan şüuru biraz yüksəldikdə, məsələn, tarixdə biraz inkişaf etdikdən sonra məsələlərə metafizik baxırdı. Yox, bu məsələ Allahla yox, müəyyən bir səbəbi var. Biz onu bilmirik. Bilmədiyimiz səbəbi var. Abstrakt yanaşma. Abstrakt yanaşma ki, fəlsəfi və metafizikal yanaşmadır. Və üçüncü insanlar... icazə verin, bir ara verək. Fasilədən sonra inşallah. Hörmətli tamaşaçılar, qısa fasilədən sonra yenidən efirdəyik. قرآني نبض حياتي قرآني طهر ذاتي قرآني عصمة أمري قرآني طوق نجاتي قرآني نبض حياتي قرآني طهر ذاتي قرآني عصمة أمري قرآني طوق نجاتي آيات الله حمتني غمرتني بالبركات تحفظني من همزات الشيطان ومن زلاتي آيات الله حمتني غمرتني بالبركات تحفظني من Bir daha salamlayırıq əziz tamaşaçıları. Yenidən Tibyan verilişində qısa fasilədən sonra efirdəyik və Vaqif müəllim Auguste Comte'un 3 dənə təbiətin dərki mərhələləri. Bəli, mən qeyd elədim ki, Auguste Comte 3 mərhələdən bəhs edir ki, teoloji, metafizikal və pozitiv. Teoloji dedikdə, yəni məsələn bütün məsələləri o hesab edir ki, güya insanlar çünki elmdən uzaq idilər deyənə, məsələn, qeybi bir aləmə bağlayırdılar, biraz inkişaf etdikdə metafizikal aləmə bağlayırdılar. Daha insanlar, bu üçüncü mərhələ bu idi. Üçüncü mərhələ pozitiv mərhələdir. Yəni insanların şüuru, dərki, zəkası kamilləşdikdən sonra pozitiv mənim müsbət yox, yəni elmiləşirlər. Elmilər, yəni bilirlər ki, hər bir şeyin elmi bir mahiyyəti var. Yəni yerin cazibə qüvvəsi var. Müsbət baxırlar mövzulara. Yox, bu pozitivdən yenə pozitiv o filoloji mənada deyil ki, müsbət mənaya. Pozitiv burada, yəni bütün məsələlər ancaq təcrübə ilə həll olunmalıdır. Mən demək istəyirəm ki, bu pozitivizm adını qoyanların məqsədi bu idi ki, yəni bizim baxışımızdan bu pozitiv. Yəni indi gəlin o öz yerində, yenə də mən çünki çox üzürlü sayın ki, mən keçid almaq istəmirəm mövzudan mövzuya. O başqa bir məsələdir ki, mən orada tam fərqli bir şey düşünürəm. Amma hər halda bu üç mərhələ, çünki əsas məqsədim deyil deyənə mən giriş olaraq digər bir məsələyə işarə eləmək istəyirəm. Mövzumuz budur ki, bu nə problemdir? Nə problemi? Yəni psixoloji sahədə biz deyirik ki, dindar, biz deyirik dinimiz. Din dedikdə biz dinə necə yanaşırıq ümumiyyətlə? Baxın, buradan gəldikdə mövzu bu idi ki, Arif müəllim də gözəl işarə elədi ki, yəni İmam Hüseyn əleyhissalamın möhtəşəm cümləsindən gəldikdə ki, din ümumiyyətlə insanlar çətinliklə üzləşdikdə, nəyə görə? Ümumiyyətlə insanlar bəzən dinə münasibətlərdə nəyəsə görə dinə münasibət göstərirlər. Baxın, bu nəyəsə görə dinə münasibət göstərirlər dedikdə biz Allaha görə mövzusunu anlayırıq, Allaha görə. Əslində o Əli Əleyhissalamın cümləsi var, mən Allahın özünə görə. Bu Allahın özünə görə, yəni həmən qürbətən ilə Allah çox sadə.
Allaha görə, Allah rızasına. Rizən bir İmam Hüseynin məşhur cümləsi də məqtəldə, qətilgahda da. Rizən bir rizak və təslimən li əmrik. Amma bu yəni la məbudə sivaq. Nəsələrin içində səndən başqası yox. Bunlar çox möhtəşəm formadır ya. Yəni bunlar onu göstərir ki, indi məsələ nədir? Ona görə bizim günümüzdə olan mövzudur ya, günümüzün mövzusudur. Məsələn, biz yeni demək olar ya ayrılmışıq ya ayrılmamışıq pandemiyadan da, pandemiya dövrü ki, məsələn insanlar bəzən çətinliyə uğrayanda biz dindar. Yəni məsələn zəlzələ gəlir, ay Allah, ay Allah. O nəsələrdən biri qorxudur məsələn. Qorxudur məsələn. Ay Allah, nə bilim hər hansısa bir ay Allah bir dənə şəfa ver. Ay Allah bir dənə sakitçilikdə məşhur ayədə ki siz Arif müəllim təsdiqləyər. Tufana gəminiz tufana düşdükdə Allah dəvullaha muxlisinə amma sahilə çıxdıqda isə müşrik olursunuz. Baxın söhbət fiziki gəmi sudan getmir ki. Yəni həyat gəmisi. Siz təlatümlərlə üzləşdikdə dəvullaha muxlisinə xalis Allahı ixlasla yad edirsiniz. Allah. Hətta çıxandan sonra yəni belə deyim, bəzi o qorxu məqamlarından başqa, yəni dinlə, əqidə toxuşanda fikir-verirsiniz, ayinləri də bəzən insanlar tərk edirlər. Bəs aydın məsələdir. Bunlar hamısı nədən irəli gəlir? Baxın, bunlar ondan irəli gəlir ki, biz dinə nəyəsə görə, məsələn o cümlədən biri qorxudur. Mən məsələn pandemiyaya gəldikdən sonra, pandemiya dövründə insanlar başlayır, bu pandemiya, deməli mən duaları çoxaltmalıyam, deməli mən namazı çoxaltmalıyam, filan duaları yəni mən oxumalıyam, tərk etməməliyəm. Bəli, aydın məsələdir. Biz duaları oxumalıyıq, amma pandemiya oldu, olmadı. Duanla bizim ünsiyyətimiz olmalıdır. Çətinlik oldu, olmadı bizim din, Allahla ünsiyyətimiz olmalıdır. Sizin vurduğunuzdan bu nəticəni almaq olur ki, necə ki biz məsələn özümüz üçün bir həyat tərzi seçirik, mən belə yaşayıram, belə yaşayıram. Din bir həyat tərzidir və belə yaşamalıyıq. Belə yaşamalıyıq. Təbii ki, mən bunu sonra inşallah sonraki ola bilsin çatmasaq birdən söhbətimizi bu mövzunu tamamlaya bilməsək, sosioloji sahədə bir məsələyə işarə edəcəm. Bu sahədəki həyat tərzi. Ümumiyyətlə biz dedikdə din və həyat tərzi. Bunun faydaları da qeyd olunmalı. Qeyd olunmalı təbii ki. Niyə din? Təbii ki, orada mən söhbət edəcəm. Orada danışacağam. Amma çünki mən tamamlamalıyam deyəndə mən yenidən qayıdıram. Yəni öz mövzuma. Baxın, Auguste Comte mən misal. Auguste Comte deyir, din ümumiyyətlə, Auguste Comte'un münasibətinə bax dinə, din psixoloji rahatlıq amilidir. Psixoloji rahatlıq amili. Çox gözəl səslənir ilk növbədə, düzdür? Amma belə deyil. Liyətməyinlə qəlbi kimi. Amma belə deyil. Din heç də psixoloji rahatlıq amili deyil. Bəli, dinlə psixoloji rahatlıq da tapmaq olar. Amma nəyə ki din, o da var. Amma nəyə ki din ancaq psixoloji rahatlıq. Din əgər biz nəyə görə, baxın bu günləri yeni təriqətlər çıxır da, məsələn yoga, məsələn müəyyən bir meditasiyalar, sən müəyyən bir hərəkət, namazı əvəz edən bəzən hərəkətlər bizi göstərir. O qədər. Sən müəyyən meditasiyanı etsən, hətta onu deyirlər ki, namaz kimidir, fərqi yoxdur. Sən müəyyən bir meditasiyanı etsən, sənə rahatlıq gələr. Baxın, bunun arxa şuurda nə deyənim? Yəni din rahatlıq amilidir. Rahatlıq amilini əvəz edən digər bir şey varsa, xeyr, din rahatlıq amili deyil. Bunu deyə nəyə görə çəkinirik? Bəzən elə bilirlər biz deyəndə din rahatlıq amili deyil. Məsələn, din rahatlıq amili deyil. Rahatlıq amili də ola bilər. Bəli, əla bizkirillah. Tətməinnul qulub ki, orada tətməin ümumiyyətlə rahatlıq mənasına deyil, o da yəqin mənasındadır. Orada sözüm var. Zikrillah özü də nələr tələb edir insandan. Orada sözüm var, gərək bir başqa vaxt danışaq yəni ki. Çünki İnşallah. Tətməin yəni ya əyyətəhən nəfsul mutmainnə, o tətmeindir. Ya əyyətəhən nəfsul mutmainnə ircə ilə Rəbbiki. Ey xatircəm. O tamamilə mərifət və bilik məqamıdır. Nəinki psixoloji rahatlıq. Psixoloji rahatlıq bilik məqamı deyil. Tamamilə itmin, ona psixoloji rahatlıq da var içində. Psixoloji rahatlıq da ola bilsin, psixoloji rahatlıq olsun, ola bilsin. Psixoloji rahatlıq dinin mahiyyəti deyil yəni. Auguste Comte'un sözünə qayıdıram mən yenə əgər
Arif müəllimdən də bəhrələnək. Baxın, Auguste Comte deyir, din, mən ona görə deyim, öncə baxır, təbii ki, belə baxırsa, mərhələni də o cür bölürdü. Halbuki bu 3 mərhələ heç də bir-birlə konfliktdə deyil. Əgər lazım ola bilsin, kimlərsə sual yaransın ki, qəşəng bölüb də, qəşəng bölüb. Amma bu 3 mərhələ iyerarxik deyil, yuxarıdan aşağı deyil, üfüqidir. Hər üçü bir yerdə ola bilər. Həm teoloji, həm metafizikal bir məsələyə 3 nöqteyi nəzərdən biz baxa bilərik. 3 prizmadan yanaşa bilər. Bu heç bu məsələ. Amma sən ki, Auguste Comte hesab edir ki, qorxu amili, xeyr, qorxu amili bizi dindar etməməlidir. Dindar etməməlidir. Bu cəmiyyətdə bizə lazım olan məsələlərdir. Yəni mən hər hansısa bir problem yaşananda deyirəm ki, qoy bir dənə gedim məsələn Quran oxuyum, qoy bir dənə gedim məsələn namazımı qılım, qoy bir dənə məsələn oruç tutum, qoy məsələn. Xeyr, təbii ki, onlar da öz yerində. Bunun mən münkiri deyiləm. Amma o deyil. Tək və ancaq məhdudlanmır psixoloji rahatlıqda din. Ona görə qorxu amilidir, ümid amilidir. Bunlar hamısı tərkib hissəsi ola bilər dinin. Puzzle-ın bir tikəsi ola bilər. Amma dini bunlarla tərcümə etsək dinə bir şey qalmaz ki. Sizin sözünüzün davamını istərdim ki, Arif müəllimlə bir mərhələdə müzakirə edək. Arif müəllim, din psixoloji rahatlıq amili deyil. Arif müəllim izah elədi. Din qorxudan amanda olmaq amili deyil. Din bizə bəs nə verir? Allah kömək olsun, Vaqif müəllim buyurdu, Quranın o gözəl ayələrindən yəni qısa cümlələrindən əla bi zikrillahi tatmainnul qulub. Mən bayaq bir işarə qısa şəkildə insanlar rahatlıq istəyir. İndi buyurur, o cürdür. Yəni o rahatlıq, yəni tuma'ninə, etminanda indi mərifət var, rahatlıq. Əsas elə o rahatlıq, yəni insanlar hətta maddi yaşayışlarında da rahatlıq, rifah. Rifah istəyirlər, əmin-amanlıq, ruhi, yəni psixoloji bir əmin-amanlıq istəyirlər. Rahatlıq, yəni bəşəriyyətin yəni itirdiyi bir məfhumdur. Yəni indi dalınca olduğu, yəni görsən yaşayışı yaxşıdır, maddi yaşayışı yaxşıdır, hər şeyi var, amma rahat yatanmır. Mən üzr istəyirəm, Vaqif müəllimin o açıqlamasının fonunda, yaxşı, əgər bir nəfər desə ki, mən elə meditasiya ilə rahat yatıram da, və yaxud mən psixotrop dərmanından üstü rahat yatıram, dini neynirəm məsələn? O davamı yoxdur. O indi vasitələr yox, onlar o xiyali vasitələrdir ki, əla bi zikrillahi tatmainnul qulub, onun alternativi yoxdur. Yəni həqiqi rahatçılığın. Onu ayənin tərcüməsini deyərdiniz, əla bi zikrillah. Əla bi zikrillah. Ancaq bu özdə keçibdir qabağa. Əla bi zikrillah ki, o qrammatik mənada bəli, təqdim və haqqu ma təxir yufidul həsr. Bu qaydadır. Buyurur o ki, haqqı o cümlədə ibarə ki, yeri sondadaydı, verdilər qabağa. Buyurur, ancaq Allahın yadı ilə, təkcə Allahın yadı ilə insan rahatlıq tapır. Bunun başqa bir rahatlıq var. Amma bu rahatlıq psixoloji rahatlıq deyil. İçində o da var, amma... Əlbəttə, psixoloji niyə? Əsas elə... Bilirsiniz nə? Ya əyyətən nəfsul mutmainnədə nəfsin özünün itminən. Mərifət də var, əsas o rahatlıq. Yəni, başqa rahatlıqları siz... Belə deyə də üzr istəyirəm, baxın, kim rahatlığı narahatlıqda görür, kim rahatlığı rifahda görür. Bu söhbət var ortada. Məsələn, İmam Hüseyin əleyhissalam, ya Əli əleyhissalam bir duası var, ilahi, təxminən duanın məzmunu belədir, tam deyə bilmərəm. İlahi, mən yorğan döşəkdə ölməkdən sənə sığınaram. Halbuki, orta statistik insanlar adətən nə deyirlər? Adam yorğan döşəyində rahat ölə filan. Bu həqiqi rahatçılıq deyil. O ki, o rahatçılıq ki, onun davamı yoxdur. Onlar, yəni bu ayə buyurur ki, təkcə Allahın yadı ilə, o təkcə vasitə, rahatçılıq vasitəsi, təkcə o indi mərifətdə içində olmaq ilə, təkcə vasitə Allahın yadıdır. Qalanları dərman deyirsiniz, ya başqa, ürək bağlayıb, məsələn, uşağına, ya başqa bir malına, bu, yəni o xiyali bir rahatçılıqdır. Davamı yoxdur. Uzağı, yəni 100 il yaşayacaqdır, malın fərz eləsək qalsa, uşağı qalsa qoyub gedəcəkdir. Bir şey ki, davamı yoxdur,
Da ondan sonrakı və həyatda nə? İnsan əbədi həyata malikdir. Bu nisbi rahatlıq ona əbədi yolda yolçuluq etməyəcək, yoldaşlıq etməyəcək. Məcazi rahatçılıqlardır. O ki, yəni insanın bu dünyada, axirətdə dərdinə dəyəcəkdir. Yəni həmişə bundan bir olacaqdır axirətdə. Sualı belə qoyum üzüm. Kərbəla şəhidləri rahat idilər, şəhid olanda. Bəli, rahat idi. Onun izahı maraqlı olardı ki, necə rahat idilər məsələn? Həm mərifətlər var idi Allaha, həm imamlarına. İmam Hüseyn əleyhissalam beşdə yerlərin göstərdi. Yəni Kərbəla şəhidləri la yuqasə əleyhim ya əşxas müqayisə olunmur. Yəni İmam Hüseyn əleyhissalam da ələdi saxladı. Ələkdən keçirtdi, saxladı, qaldılar. Saxladı da yəni qaldılar öz ixtiyarları ilə. Hər halda deməyim odur, buna yenə təkid edirəm ki, xiyal eləməyək ki, rahatçılıq vardır, vasitələri yox. Rahatçılıq vasitələri ancaq Allah Taaladır və Allaha yəni rəbti olan, irtibatı olan bəndələrdir, xalis bəndələridir. İmam Hüseyn, məsumlar əleyhissalam. İnsan nədən rahatçılıq tapır? Məsələn, bir dənə Allah eləməsin, uşağı var, neçə uşağı var. Biri yaxşıdır, biri ya naxələf, biri xələfdir, biri naxələf. O yaxşı uşağını hələ burada yoxdur, yanında deyil. Yadına salanda rahatçılıq tapır, yəni sevinir o ruhi cəhətdən. O pis uşağı yad eləyəndə, yəni o yaxşı varlıq olsun, ya yaxşı iş olsun, bu yəni rahatçılığa səbəbdir. İnsana o rahatçılıq gətirir. Psixoloji cəhətdən insana rahatçılıq gətirir. İndi Allah Taala bütün o gözəlliklər, bütün o yaxşılıqlar Allah Taaladandır. Allah Taala mənbəyidir bütün gözəlliklərin, yaxşılıqların. O cümlədən də Allah Taalanın xalis bəndələri də Allahın güzgüləridir. İmam Hüseyn əleyhissalam, Peyğəmbər sallallahu əleyhim əcməin hamısı, yəni Allahın güzgüləridir. Allahda nə yaxşılıqlar var, onları göstərirlər. Burada həddi olan yaxşılıqlar məsumlarda əleyhissalamda vardır. Mən qəsdən istərdim ki, bu söhbət biraz konfliktli vəziyyətə çatsın. Bilirsiniz niyə? Tamaşaçılarımız daha geniş şəkildə bunu anlasınlar. Sizə dönürəm. Bir neçə kəlmədə, yəqin siz bitirdiniz sözünüzü, Arif müəllim, yəni bitdi. Siz bir neçə kəlmədə sözünüzü bugünkü veriliş üçün davam edəcək bu mövzu. Çünki o bir konfliktli yerə gəldi. Biz nəhayət müəyyən etməliyik. Dinin bizim həyatımızdakı effektivliyi nədən ibarətdir? Baxın, mən qeyd elədim ki, ümumiyyətlə din keçid yaradırsa, ayinlər əxlaqa keçid yaradırsa, səmərəsi əxlaqdırsa, ayinlər mənalanır, məna kəsb edir. Əgər əxlaqa keçid yaratmırsa, ayinlər təbii ki, əbtərdir və davamı yoxdur. Və Arif müəllim də gözəl işarə elədi ki, həmən ayənin məzmununu buyurdular. Ma indəllahi baq və ma indəkum yənfəd. Yəni, hər Allahın yanında olan bir şey qalır və sizin yanınızda olanlar aradan gedəcək. Amma bir dənə həqiqətdir. Yəni, biz dini necə mənalandırırıq? Yəni, biz dinin sahibi ilə dindar olmalıyıq. Dinin sahibinə belə deyək ki, dinin sahibinə söykənərək, dinin sahibinə arxalanaraq dini mənalandırmalıyıq. Əgər dinin sahibindən məqsədim, yəni Allah, qurtardı getdi bu konkret. Amma əgər yox, biz ondan savayı, biz psixoloji rahatlıq, həyat rahatlığı, rifah, gözəlliyi, bunların əleyhinə təbii ki, deyilik, din də deyil. Olmalıdır. Bunlar da var. Amma dini ümumiyyətlə bunlarla mənalandırsaq, biz problem yaşanacağıq. Məsələn, sufizm gözəlliyi təbliğ edir. Məsələn, yəni çoxdur bu qəbildə misallar çox deyə bilərik ki, vaxtımız o qədər deyil. Mən burasını işarə edim ki, mən nə dedim, sözüm nə oldu? Sözüm bundan ibarət oldu ki, biz dedikdə din və əsl sual bizim keçən söhbətimizdə də, burada da sualın əsası nə idi? Yəni, din adı var, amma nəyə görə effektivliyi yoxdur?
dindar var, amma həmin cümlədə dindar kəmiyyətcə var. Amma nəyə görə problem yaşanır? Söhbət bir müəyyən coğrafiyadan getmir ki, dünyadan gedir də ümumiyyətlə. Baxın, söhbət o kontekstdədir. Yəni söz bundan ibarət oldu ki, deməli biz ayinlərimizi necə düzgün başa düşməliyik və mane olan tərəf nədir? Mane olan tərəf mən Auguste Comte'un qorxu anlayışına işarə elədim ki, yəni biz nəyəsə görə nümunəsi qorxudur da Auguste Comte'un nəzəri, başqa misallarda bir qorxudur ki, çünki bizim həyatımızda əsas rol oynayır, xüsusən də yaşam tərzimizdə olan bir məsələdir. Çətinliyə düşəndə, xəstələnəndə, xüsusən pandemiyada hesab edirik ki, burada din elə bir qabarır. Yaxşı, bu içinə belə deyək qayıtdıqda və yaxud problem çözüləndən sonra necə, nə olacaq? Aydındır? Ona görə hesab edirik ki, din bəli, qorxuya görə, hər hansısa mən nəyə görə təkid elədim? Qorxuya görə, hər hansısa psixoloji rahatlığa görə, təbii ki, muxlisən ləhu din burada özünü göstərir ki, onlara görə və bu həmən o ayəni ki, Allah Teala buyurur ki, 11-ci ay Həcc surəsində onu səhv eləmirəm. Və minən nasi mən yəbudullah əla hərfin. Allah da çox möhtəşəm şəkildə o cümlədə Allah buyurur ki, nəyəsə görə, yəni çünki sən istəsən müəyyən həyatının problemini həll edirsən, mənə tərəf gəlsən. Nə bilim müəyyən, buna deyirlər tarixdə yəni boşluqların Allahı. Allah boşluqların Allahı deyil. Allah aləmin Allahıdır ki, boşluqları da doldurma qüdrətindədir. Ki doldurar. Nə yaxşı doldurmaz da yenə Allahdır. Çox gözəl, təşəkkür edirəm. Sizin bu iki alimin ikisinin də sözünü Əli Əleyhisselam bir hədisi ilə bitirmək istəyərdim. Əli Əleyhisselam buyurur, bəndənin Allaha rahat olduğu vaxtlarda daha çox dua etməyə ehtiyacı var, nəinki narahat olduğu vaxtlarda. Yəni o bəndəliyin bağını tutmaqda. Təşəkkür edirəm hər iki alimə. İnşallah eksperti yəqin gələn verilişimizdə yenə də bu mövzuları davam etdirəcək. Hörmətli tamaşaçılar, bugünkü verilişimizdə sona çatır. Tibyan verilişində yenidən görüşənədək Allah amanında. قرآني نبض حياتي قرآني طهر ذاتي قرآني عصمة أمري قرآني طوق نجاتي قرآني نبض حياتي قرآني طهر ذاتي قرآني عصمة أمري قرآني طوق نجاتي قرآني نبض حياتي قرآني طهر ذاتي قرآني عصمة أمري قرآني طوق نجاتي